Geldiğiniz için hamınıza teşekkür ederim. Bu dönemin nerede yapıyorsunuz? Ben bir tanımda gördüğüm o var hacı sada ana uyu muadaza kiki de yokanını harus da yokanını havla minimum harda harun çamatı diyarı çana şırı kunan tani şıdamundu hakaru çımı ina malaktır çama dosta xuda boş gare vardı ama hepsi ne bilmem işte farklı ilahi doğumumuz sinirli farklı ilahi samaya kale tanır ve hamarun nağandı çı bahçı günüda sığanlı bir boğandı sığanlı bir boğandı Allah bu tani dinde boros, tani bak kovrun dışı, hartı bak tokijada, ne haşiri, ne olsun. Çımağın kuradalım, bana da yolu latacada, dardum bana leğaştani, mahla, rıştıdan. Samaya gönüş çiçber, avuçocu ogatı, dostlar hiç. Çaşta hiç içiden, ne bol bize ne götür, ne bol bize ne götür. Bir okul doğa, anamın bir okul doğa, şehirler Ama bildiğim ki akşam öte devam eder. Ama birinci derece lirke şehrin anlamı bildiğim düşünüp deme beni liven oldu. Fatih kimi kafarım elim çok kayıt kaldı. İnanmış bu yana. Müellim bir an ustane. Hakim bir an ustane. Mağlup bir an ustane. Azadati rüvada, gıbuşu çetini. Sangarivada, sangarada. Düşmanı din be din. Gülle kandı çetini. Ölümü vada mandı çetini. Dağla sağla, hamru, gıbundu çetini. Azadati düşmanı daşta bıstan, daşta kavgi, taşkardı çetini. Bu mənada böyle milli kahraman ve böyle leşkeri var var. Yoğu böyle mühim mesele, yoğu böyle yolapı, yoğu böyle misya, kana zarifet belba hanım Güleri Çin'e başta öğütaş, pegata ve çağda kütübüşmüş da. Kimin ne var da böyle kütübüşe de? Karalar hakikatleri. Böyle? Böyle ne uçtaş mı? Ama ayo. Tek şeyi tarih hadise nakapşireni be. Ayo kahraman psikolojiya. Söylü problemi. Hakimiyet, ordu. Mesalın. Tamam mükemmel böyle iki düşünce. Orada da baş vermiş. Orada da dağın karda muhtelif prosedür. Ay zilet be. Ay işte askeri işte soldacı askeri kurmuş kardı. Bana avını hilas kardı. Askarın bada bakıp düşünmüş asker bunu. Tabii fan asker ve aşom ki Samay Güleri Çin'e Mikaili Sima'da Azerbaycan'ı tahmine, zıraka böyle askeri obrazış yaratmış karda ve en böyle tarihi gelip koyuyor. Allah çok az hiç görmem ki. İmen sadece değil. Çı Mikaili'ye kadar, çı Azerbaycan'ı jogu kahramanı duya kadar yola romanlamıştır var. Bunların ilk çizgileri, portretin ilk çizgileriydi. Benim çünkü abi, demek teşekkür kardam ve sağlıkta ve maliye kadar şehir nuştada Rom açtı, kütübüm hamdi, sen şakadan açtım. Dedim ne tarafta? Evet. Demek bunların kütübü müellifim. Azerbaycan'ı çalışan edebiyat tarihi. Cil, seminecil. Ve o yok. Sadıkı botaniyle Merdunni, Jen'in akademi bir malumat ister. O yok. Tolşim, şaire moyununa kadar bu mağalanışta, sen mağalan gelir, Samaya Khan'ın Güleri Çin'e kadar. Samaya Khan'ın ince ruhlu şair.
Yine müessis şehrin de bir şeydi parça bandı. Müekhulun benim mori. Şatı şöyle tol şekine. Duruza bulu numnuzu. Şimşure tol şekine. Hem ineşti hemen doğdu. Şine kan düştü sadı. Zıvını beme kayıyordu. Giyden mırey tol şekine. Fakarda işkada kabul. Vıla zdeşbe mavur. Samaya tunan mavur. Dila marza yere hone. Mişk ambere tol şekine. Dila marza. Polisi takip beda. Ve işte dila marza buydu da gelip poezi. Kaçı burama be. Sabi oturamın. Ve gelin şey buldum ki. Samaya hakada. Sana hürmetine tanrıçı. Beni tanrıçı kim yemeğe taşıyor? Vabi Azerbaycan'ı tanrıçı en mükemmel sütunla gel abi. Ve semaya hakada. Semaya hakada. Meğalanmış da. Vabi bütünlü hem de kesi yakadan uçtani. Hakikaten şair var. Şahsın yakadan uçtu da. Bu işleri gele semaya kanunu gele açık sayfada gele şekilisi. Şekilisi semaya gele şiir doğaba. Ben şiir anda da içeri bir şiir basımlıyordum da. Hasretim araya attı dağ dara. Sönen ışık oldum, batan ses oldum. Gayet ben bilirim, gayet bu yere. Ey benim isteğime gelmez oldun. Ümitler ayrılar paramperendir. Gerçek tesellidir hatirelerin. Bir halımı sorur, gönlümü dinleyir. Akşamlar yarmadı kimselerin. Ve sahip, şimdi yakından Samaya Hanım'ı sen çıkmamışlar. Samaya Hanım'a şu ayrılığa kadar ne kaşaynamışlar. İpek saçlarıma pes saldı deni. Geden gençliğim tek, bitirdim seni. Qaytara bilmedin Allah bende. Esen küləklərə seni. Çalınan havaya qalxmadı qolum. Kərəm öz külündə oynattı məni. Demə qoyulubdur aşk qazanları. Tali qaynattı məni. Ben neden asi oldum dövrə zamanı? Semaya bilmir ki ağlaya güle. Gözleri üşüyür yollara sarı. Müşkül qayıtmağın o bilə-bilə. Başımın nəçin mənasıcı, bu dazının təamını şöyle bir çütləkan qardafa. Dağ döşündə tala var, bülbül bağda hələ var. Əlimi səndən üzmüşəm, gözüm səndə hələ var. Məşhur ifadə Samaya Xanım şeirlərinizdir. Samaya Xanımım, ən şeirim qəşəngə, müdrikə və tərifi layiqə. Umri hemen çekildi işte davarda 6 yaşlıdır. Ama Samaya Xanım'a 5 yaşlı gelip oyunu, tebrik kardamın, işte ufayamın eliz vardır. Hatta Uğur'un, Uvan'ın, sanatı, kalamın adı kardamın. Teşekkürler. Geçen günleri teşekkürler. Sıkandı bu ha, peki sıkansı çekildi. İşte halkı çalanlara mevdun. Xeyrətinə, oğul zananın bindi. Az fakir qardan. Düşmən hamay fakir qardan. Minə qarayı jona, yəni Lankona da, işte vatanda, işte Tuluşi Zəminə da, Mahola da, yəni jona qılan məclisə də az iştirak qardan. Qədər jona buldum. Az işlər həmişə Moskvada məclisin təşkil qardan. Amma o qədər həyəcan davrandım. Həyəcan hissin davrandım. Bir tərəfi quşu bedam. Amma qədər, çox tərəfi qədər buldum ki, Garibeti kapsam. Garibətin ne? Mənim nurayət qarda qılan məsələsi. Az öykündən sama xalqı sıprışon, ziyalı insanın, amma cıvınan nəsli nümayəndə vindənin bakımı qona ben nurayət verir. Çünki o viz soru 5'də azımdanım. Polşada bana başıma çalantara merdum babi yani. Mənim nurayət qarda. Tabii inşallah bakar. Xanali boli qıla çıqa sonu jestir. Ote başta halkı hizmet karda insan imine yuvada işte kada sonuç bahane terbiye bakar. Yani on bahane bani ne çamakı? Bu adı di badayı başariyeti ve yola şahsiyetin var. Kerimov mesela Vote'dan Rişa Boladik. Talışxanovun qalan nasıl Boladik var. Boladi bəlkə Dağlaqov və generalın nəinki Azərbaycan işlərinə də, yəni Azərbaycanı kanun dövlətində Rusiyada xidmət qardaşının istəyir. Ümumiyyətlə alimun istəyir. Yəni Boladi xıravanda alan Boladi heç o yəni Bola insanın, yəni
Har şeş buldu. Har şeş Bəli, buldu. har şeş duani har tərəfə elm, savuda insanın, yəni baddan yox, başariyyəti baş çıxanda am deyil. Am işte burada. Mondiki buluyor. Tabii ki, az ama kayıp dama trafik akşadır. Anlatayım bu. Ama zaman çama milli gurur, çama medeniyet, çama her kula halkı zaman açay hestumunu, açay tarihi. Zaman neyse millet hani. Ben burada aşmak rücu kardam. Tabii az kan kardı bazdım. Az kula ziyade nesli kubeşem, ziyade aile kubeşem. Mu âli tahsili, pa âli tahsili. Tabii az laf bulunda seviyede kan kardı bazdım. Ama ömrü başta zamanı hürmet koydum. Az spişun bu rücu kardam. Hareket bakanı işte zamanla sıkan bakanı. Çünkü şuna ömrüzler rücu bamar oldular. Doğdum ki hem bamar o farklı hem nümune hemen ki nesli mi? Terasa nesli oldular nümune az beş çok edem. Beni yani işte her vakit sıkardım. İşte spişun bindime. Kanalı toluş bu. Ama çama halkı vizellesin hani. O başıma ama işte minnettarı bilmem. Botam. Yani sama babam baba, nanam baba. Bahama samaya hanıma ve sabir. Fark koydum. Ve sanma. Sen böyle. Ama böyle sağlaşa hördenin toluşuyor bir tane. Bəli. Ay ümitöz. Bir başı burama. Bəli. İnşallah. İnşallah. Sağ ol. Kala Kerbalayı Hesap. sipirişi bir hoşgörde. Tabii sabahki çama jolinga asana Mikhail Goyli. Mikhail Goyli hala limona da nazna Sumu buan harga da karabave imiji manduba da sedran hamroga sabahki joasezunda çamın jona hamroga kele bugün majlis ve iştirak adakas Tofik Goyli. Ama bu majlis kaçma. Samaya dolu. Kani tabrik kardılar. Mikhail Goyli. Bakın çok sağlığı baktılar. İyi ama majlis sabahkasın hamma ve sabri baktılar. Orada çok ucunda değerli gündemi bakamam. Ve sabana Sağ ol, sağ ol. Sonra bana hırsız sağlığına bak. Vakti, sen beni sağlığı buldu. Mikhail Goyli sana komandırlar, sana çaycılık için var. Ömrü bunlar tam akıllı kes işten kadar kalan ayaklar. Ama hadisinin adı Demeli ömrün bir rahatı nesamlıyor. Hakikaten böyle çay sevme, gayse içmede adamın, sözler adamın, lazım. Ama ömrü bu Azerbaycan devlet müttefikliği farklı ama bir devletçi zaten gibi mudur ya. Sanat dadan da başta saman gülle yarasa, bakın ben yine gülle yarasa diye ama ömrü vatan mutluda bu ömrüne rızmın da kadar. Biçimi bu çana şahit oldu. Çana çama Qarabağ müharibə 50-nisi, şu anda çək dövüşümnisi, yani sayısı da adrese statistik bu yazın. Az kadın bile ki ikram çama tanıma olur, çama tanıma aile olur, çama ki validin üstteki çama validin ikram Azerbaycan'da acınacaklı, şuna buradan bakalım şey, acınacaklı hadi gelmeyin. Başıma hem var John Tavırlık'tan, Mikhail Goyli az şahsen bir zabit gibi az desteklemişlerim başa da var. Tam zabitin gazete var, ama bilmiyorum ama nerede ama çekmişi sabiti öbür zabitin. Bu çaynaman ben milli oldu. Mesela Mikhail Hacı'yı şahsen, adı keşfedi komandır var. Mikhail Hacı'yı şahsen Laçın'da Kocaman da Emrallah da var. Çayşamba Laçın düzenlenen kuvvetli. Şahsen Mikhail Hacı bir brigada komandırı kimi altın planı çadası da ama da boyda şah. Az bir komandanlıkta böyle bir şey görmediler. Az bir komandanlıkta böyle bir şey görmediler. Ben onun gayretini orada göreceğim. Biz gecede bu bir, ikincili. Mesela ömrü ama şöyle ben ki lafın koridora da doğuşum yok. Çünkü canım
Bunu ne derler? Yok da Fağran Akre ne bir burada. Bırakılış mantığa. O bırakılış mantığını biz 92. yıl oktyabrın evvellerinde koymuşuz. Mikail Gacil özü bu arada diyebilir. Biz onu koymuşuz 92. yılın oktyabr aylarında. No. Bəli. Onun alınabilmemediğin sebebi de ki bize malum sonralar oldu ki Bakı'da muhtelif vazifeli insanlar orada vazife davet eləməkdən bizi onların kaldırının çıkmağından bize sebepkar oldular. Biz oranı alanda o kadar etki vermedik ama oranı verende ne kadar etki verdik. Ona göre biz indi bayağı dedim, sizden yüzsülüm. Biz de indi oturmuşuz, Rabbimizde her ne var, nimet var, Allah'ın nimeti var. Bu rahat din diyemez ama bunu kazanmak için, yani bu Azerbaycan'a bu müstehlik getirmek için biz neler yapıyoruz? Hamıza can sağlığı dilerim, demeye söz çoktur. Hamıza can sağlığı dilerim, Allah sizin hamınızı korusun. Allah size can sağlığı versin, ben hanım bacılarımdır, kardeşlerimdir, hamısı sağ kalanlar kardeşlerimdir. Dünyanın değişenlere de Allah rahmet etsin. Yani benim evimde, benim ailemde. Şehit Qarabağ Müharibə şehidim de var, Azerbaycan Bayrağı Ordili şehidim de var. Özüm de Qarabağ Müharibəliyəm. Kardeşim oğlu Qarabağ Müharibəllidir. Kalanları da hamısı askerlerdi, dövüşen askerlerimizdir. Yani bizim tayfamız demək olar ki burada var benim komşularımdan. Təsdiqləyirlər ki, həqiqətən manzaralar bundan söz deyirəm. Vurub düşüb tellərimə, saçlarımda dən gəzirəm. Fikirlərim pərən düşüb, xəyalımda sən gəzirəm. Göllərin sonası gözəl, dənizin səması gözəl, dağların siması gözəl, ağ örpəkli çən gəzirəm. İpək yolu karvan karvan, dəvə getməz, yoxsa sarvan, yaxşı qızda canım qurban, qəlb adamdan gen gəzirəm. Səmaya baxsa da hara, əşli düşübdür sulara, gözü nəmli, qanı qara, içimdə bir mən gəzirəm. Mənə elə gəlirdi ki, Səmaya xanım məni tapıb, özünü tapıb. Onun imzası artıq deməli Azərbaycan Yazıçılar Birliyində Azərbaycanda çox belə qürurla səslənir. Mən Səmaya xanımı təbrik edirəm. Deyirəm ki, nəticə düşdüyü o illər mənim şagirdim olub məktəbdə dərs demişəm Səmaya xanıma. Müəllim, şagird müəllimdən nə qədər irəli getsə, o başucalıqdır. Mən fəxr edirəm ki, məndən ucasan. Çünki o lazım olan bütün o dərəcələrə çatmışsan. Bizim Talış xalqı çox böyük xalqdır. Bizim Talış xalqı Azərbaycan Respublikasının aparıcı qüvvəsidir. Burada generallar, 6 ay kimi general var bizdə indi. 6 ay. Onun adını çəkmədim. Yadımdan çıxan başqa şeylər var. Yəni böyük simalar var bizim kəndimizdə. Boladı vətənin kiçik parçası. Böyük adamlara çörək verirdir. Gəlibdir kökündən xeyir duası, xalq üçün döyünən ürək verir. Sağ olun. Te bu ki başka bir şey oldu da, barış düzeni. Bu da yok barış işi oldu da. Her şey işin anlatıldı ki, açım işi çıkıyor. Temiz ya başa göre kamçılayı 3 tane haşkesi ilahi. Kanayı haşkesi iyo, işim işi kaçıyor. Çahaşından göre tamam sakal, tamam hacı, tamam jongigar, tamam maydisun, mahir ifati. Çalışır da bakıyor. Yok maydisun. Ben sadece pek hayışım kaldı. İşte mandavada da az maydisunla bağım. Vurub düşüb tellərimə, saçlarımda dən gəzirəm. Fikirlərim pərən düşüb, xəyalımda sən gəzirəm. Göllərin sonası gözəl, dənizin səması gözəl, dağların siması gözəl, ağ örpəkli çən gəzirəm. İpək yolu karvan karvan, dəvə getməz, yoxsa sarvan, yaxşı qızda canım qurban, qəlb adamdan gen gəzirəm. Səmaya baxsa da hara, əşli düşübdür sulara, gözü nəmli, qanı qara, içimdə bir mən gəzirəm.
Mənə elə gəlirdi ki, Samaya xanım məni tapıb, özünü tapıb. Onun imzası artıq deməli Azərbaycan Yazıçılar Birliyində Azərbaycanda çox belə qürurla səslənir. Mən Samaya xanımı təbrik edirəm. Deyirəm ki, nə təcə düşdü o illər. Mənim şagirdim olub məktəbdə, dərs demişəm Samaya xanıma. Müəllim, şagird müəllimdən nə qədər irəli getsə, o başucalıqdır. Mən fəxr edirəm ki, məndən üzə çağır. Çünki o lazım olan bütün o dərəcələrə çatmışam. Bizim Talış xalqı çox böyük xalqdır. Bizim Talış xalqı Azərbaycan Respublikasının aparıcı qüvvəsidir. Burada generallar, 6 ay kimi general var bizdə indi. 6 ay. Onun adını çəkmədim. Yadımdan çıxan başqa şeylər var. Yəni böyük simalar var bizim kəndimizdə. Boladı vətənin kiçik parçası. Böyük adamlara çörək verirdir. Gəlibdir kökündən xeyir duası, xalq üçün döyünən ürək verir. Sağ olun. Mən torpaq qucağına cavan almasın, gələkdir qanınız yerdə qalmasın. Nə qarnınız doydu, nə rahat oldunuz. Torpaq dara düşdü, nə rahat oldunuz. Öpərək torpağı 2 qat oldunuz. Sadıq necə sizi yada salmasın. Gələkdir qanınız yerdə qalmasın və çox şükür ki qalmadı. Mən Nəlsin ağanın şəhidləri yapıyorum. Bir gün şəhid değil, ailəm birinin atası, valideynimizin məzizimiz, qardaşımız, səncərin və bütün şəhidlərin hamısına valilərəm mən bir boğaz kimi, müəllim kimi, qardaş kimi istəyək, qardaşımı da deyirəm. Müəllimiz, ailimiz. Hamınızı salamlayıram. Qədər şairləri, Borcumuz. Bu günləri biraz düzəliş etmək istəyirəm. Düzdür, mən lirikdə böyümüşəm, doğulmuşam. Amma Bakıda oluram. Oxumuşuq, elə bir 50 ildir Bakıda. Mən dil açanda Talış dilində deyirəm. Birinci sinifə gedəndə bir dənə Türk sözü deyirəm. Biz yegana millətik ki, Talışlar. Türklərə Türk deyirlər. Onlar özləri də özlərinə Türk demirlər. Bu günləri çox xoş günlər. Samaya xanımın kitabım var. Ona görə Bakıda burada dedim Hekman iştirak etmeliyim. Milleti millət qardakas Mirdun kefinə qılır. Zananuni, Muni, Mir, Moştavu çukur beşler, şöyle bakıyor. Şuna damıcı koşuyor. Vakatlarıcı kokorda. Oyramarıcı kokorda. Hatta şöyle Suriye'de Rozi'yi Orşaka'da Coğra'da kokorda. Ağlı ki terbiyediler. Mu, milletin millet kordaka ki zananın. Ki Muni. O Samaya Hanım'ı bir olmadı. Ki Loylun. Ki Boyatyon, ki Şeirun, ki Sanun, Kırtasanun esti, Ayfun Nıstanur, Alt Bebeşin başı. Ve yaxud aile masalınla da Bu masamın Batırki çüne mi duvarı yakam? İlk növbədə bütün əhli məclisi salamlayıram. Bugünkü gün nəinki bu kənd üçün, bizim Cənub bölgəsi üçün tarixi bir gündür. Allah rəhmət eləsin. Bu kənddə Karşıdan sakin sahipler, sakin bulunanlar, sipiş karşıdan. mən ilk növbədə burada oturanlar hamısı qələm sahibləridir, ziyalılardır. Mən nə şair deyirəm, nə yazısı. Amma Vaqif müəllimin yanında danışmaq birbaşa günah. Mən sevinirəm bu gün məclisdəyəm. Çünki bu günləri bizim Cənub bölgəsi üçün tarixi bir gündür. Bizim xanımlarımızdan biri, bacılarımızdan biri gözəl bir kitab yazıb, ərşiyə gətirib və bu günləri o həmən kitabın təqdimatıdır. Bu məclisi təşkil edən
və bunun tərtibatını verən qardaşımız Ramizə minnətdarlığımı bildirirəm. Bu kəndin, bu bölgənin qələm sahiblərin bir yerə yığırları və bu günləri həm də onların bir yerdə olmağı bir bayramdır, bir tarixi bir gündür. Şairlər xalqın danışan dilidir. Ona görə mən istəyirəm ki, Zəlimxan Yaqubun şairlər barədə dediyi bir şeiri demək istəyirəm. Deyir, şair dağ çayı tək başı bəlalı, özünü o daşa bu daşa çırpar. Olmaq üçün dünyanın dərdindən halı başını tarixə yaddaşa çırpar. Vətən məznunudur, safdır, dəlidir. Millətin bayraq tək qalxan əlidir. Şairə doğmalar can deməlidir. Doğma can deməsə yaddaşa çırpar. Sevinər getirib bitirəndə xalq, ağlayar çiyninə götürəndə xalq. Şair oğulların itirəndə xalq, bir dizə çırpanda bir başa çırpar. Allah dünyasını dəyişən şairlərimizi rəhmət eləsin. Burada oturanlar hamısı şairlərdir, qələm sahibləridir. Mən ilk növbədə burada oturanlar hamısı qələm sahibləridir, ziyalılardır. Mən nə şair görürəm, nə yazısı. Amma Vaqif müəllimin yanında danışmaq birbaşa günah. Mən sevinirəm bu gün məclisdəyəm. Çünki bu günləri bizim cənub bölgəsi üçün tarixi bir gündür. Bizim xanımlarımızdan biri, bacılarımızdan biri gözəl bir kitab yazıb, ərşiyə gətirib və bu günləri o həmən kitabın təqdimatıdır. Bu məclisi təşkil edən və bunun tərtibatını verən qardaşımız Ramizə minnətdarlığımı bildirirəm. Bu kəndin, bu bölgənin qələm sahiblərin bir yerə yığırları və bu günləri həm də onların bir yerdə olmağı bir bayramdır, bir tarixi bir gündür. Şairlər xalqın danışan dilidir. Ona görə mən istəyirəm ki, Zəlimxan Yaqubun şairlər barədə dediyi bir şeiri demək istəyirəm. Deyir, şair dağ çayı tək başı bəlalı, özünü o daşa bu daşa çırpar. Olmaq üçün dünyanın dərdindən halı başını tarixə yaddaşa çırpar. Vətən məznunudur, safdır, dəlidir. Millətin bayraq tək qalxan əlidir. Şairə doğmalar can deməlidir. Doğma can deməsə yaddaşa çırpar. Sevinər getirib bitirəndə xalq, ağlayar çiyninə götürəndə xalq. Şair oğulların itirəndə xalq, bir dizə çırpanda bir başa çırpar. Allah dünyasını dəyişən şairlərimizi rəhmət eləsin. Burada oturanlar hamısı şairlərdir, qələm sahibləridir. Ümidlər varlar, pərəmpərəndir. Qəlbə təsəllidir xatirələrin, bir halını sorur, könlünü dindir. Akşamda yarmak isterim. Ve sahip, şimdi yakın Samaya Hanım mı çıkmamışlar? Samaya Hanım'a şu ayrılana kadar ne kaşanmışlar. İpek saçlarıma tez saldı beni. Geceden gençliğim tek, bitirdim seni. Qaytara bilmedin Allah bende. Həsən güləklere getirdim seni. Çalınan havaya qalxmadı qolun. Kərəm öz günündə oynattı beni. Demək qoyulubdur aç qazanları. Hali bir qazanda qaynattı məni. Və nədən asi oldum dövrə zamana? Səmaya bilmir ki, ağlaya gülə, gözləri üşüyür, yollara sarı. Müşkül, qayıtmağın o bilə-bilə. Başımın nəçin mənə çiçəyə, o da zımın təavuşunu çitməkə var. Dağ dışında tala var, bülbül bağda hələ var. Əlini səndən üzmüşəm, gözün səndə hələ var. Məşhur ifadə Səmaya Xanım şeirlərimizdir. Səmaya Xanımın ən şeirim Həşəngə, müdrikə, tərifi layiqə, umri həməsi gücü istiqlallarda şirkətlikdə. Amma Səmaya Xanım hələ 5 yaşına gəlib oyunu, təbrik qazamın, işte ufayamın verilmədir. Hatta uğurun, ulanın, sanatçı kalamın altı kazanır. Teşekkürler. Yaman boyu sıkandır, vaat edecek, sıkan sıkan. Yanında söz demək
asad değil. Madem bize söz verilirse biz de gerek bir iki kənd yalan söyleyeceğiz. Alman müəllim çox sağ olsun ki, bu kənd haqqında ətraflı, əhatəli, necə lazımdırsa, düzdür, nə qədər söz desək yeni azdır, informasiya verdi. Bizim kənd bəlkə də Azərbaycanın iki ən böyük kəndlərindən biridir. Vaqif müəllim bayaq qeyd elədi. Boldur, birləşdirici səsdir, bir də kətdir. Bol kənd, bolluğu olan kənd, zənginliyi olan kənd, varlı kənd. Təbii ki, o varlının da həyatın fəaliyyət sahəsində əlləşən nə qədər şəxsiyyətləri, icraçıları varsa olmalıdır. Müəllimi olmalıdır, həkimi olmalıdır, zəhmətkeşi olmalıdır, mühəndisi olmalıdır, şairi olmalıdır. Təbii ki, biz İngiltərədə olanda, yəni mən Almaniyada olanda Azərbaycandanam deyə bilmirdik. Çünki bizə deyərdilər ki, siz bir-iki erməninin qabağında aciz qalırsınız. Amma indi Allah'a şükür, biz təkcə bu həmin bir-iki erməninin öhdəsindən gəlmədik. Dünyada bütün erməni pərəst qüvvələrinin öhdəsindən yaxşı gəldik. Təbii ki, onlardan biri də bizim canlı şahidimiz İnşal müəllim buradadır. Amma təbii ki, mən şəhidlər haqqında söz deyə bilmərəm, çünki onlar öz sözlərini öz əməlləri ilə icra edirlər. Allah onlara rəhmət eləsin. Burada şəhid yoldaşı var, anası var, ailəsi var və Allah onlardan da razı olsun. Səmaya xanım, sizi bu iki son şeir kitabı münasibətilə, təqdimatı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Axırıncı olsun, axırıncı olmasın, axırıncı olsun. Mən hər istədim bir-iki kəlmə söz deyəm, mən deyəsən deyə bilmədim. Çünki bir Ukrayna futbolçusu var, bunu hamı bilər. Kulaxin. Ona sual verirlər ki, vaş lütşi gol, sizin bulduğunuz en yaxşı gol, bir gol который я не забил. Vurmadığım gol. İnsan ne kadar da söz desə, ne kadar da iş görsə, deyər demədiyim, görmədiyim iş en yaxşıdır. Ben yenə də xanım sizi bu münasibətdə təbrik edirəm, sizə uğurlar arzulayıram və sizin kimi də burada belə məclisdəkiləri bir daha cani dildən, səmimi surətdə salamlayıram. Sağ olun, salam. Salamutlar. Vaqif müəllim, bayaq dediğiniz o Poladi kəndinin o igidlərindən, qəhrəmanlarından, generallarından, oğlanlarından, qızlarından yazan bax, bu mənim bu əziz qardaşım müəllimdir. Salman müəllim. Həm müəllim kimi bizim üçün əzizdir, həm yazar kimi. Qoy Allah Teala bu kəndin bu cür oğullarını qorusun inşallah. Hamımız istəyək, Salman müəllimi eşidək. Bilmirəm, xalqını qarşı yazır. Azərbaycandan. Salam. Salam hem Azerbaycan dilədir, həmən Polşadır. Şuna bolad yolun xaşımı. Çaşım yukarıda oyu. Vindəmi abı hayo. Öşlü dol qılı doyu. Çıllankını yola di. Yola di. Şəkər öşlü doladı. Çı şehrin qıvvıladı. Salmanam çı rodı. Nımışda nijugu di. Buladı. Ben Polşa'da Azerbaycan'la çama vatanım. Azerbaycan da bizim vatanımızdır. Boladıya giden yollar, Boladıdan gelen yollar, arzum sende çiçek açır, halime ışık saçır. Burada doğulan her bir kesi, dünyaya bağlayan kollar, bir ünsiyyət vasitəsi. Boladıya giden yollar, Boladıdan gelen yollar. Mevzi vurur bu yolların, gece gündüz hareket var.
Üzü gülür adamların, burada ruzi bereket var. Boladıya giden yollar, Boladıdan gelen yollar. Çok geçmişim bu yollardan, bu yollardan rüzüm gelip, coşup çağlayan ilhamdan şiirim gelir, sözüm gelir. Azğın düşmən silahına öz köksünü görə-görə, buradan neçə yiğit gedib, od alolu cəhbələrə, ötülsə də o illəri, saxlayıbdır neçə sirri. Boladıya gedən yollar, Boladıdan gələn yollar, biraz aralıda ucalır göyə, Dahi Nizaminin tüz abidəsi, neçə qərinəni qoyub geridə, gəlib Boladıya söz fədaisi. Gözəldir bu yerin, qışı, yazı da, ana təbiətin özü buradadır. Bigana qalmayıb Şəkər Aslan da, ürəyimdən gələn sözü buradadır. Mən öz kəndimizə ana demişəm, öz ürək sözümü ona demişəm. Ceylan qızlarına sona demişəm. Sonalar, sonalar, gözləyin məni. Bu gözəl sonalardan biri də bizim Samaya xanımdır. Bu Şəkər Aslan, bu poema mənim yazdığım poemadır, 60 səhifədən ibarətdir. Amma ad heç yerdə yoxdur. Ad heç yerdə yoxdur. İnşallah o var. Və mən fürsətdən istifadə edim. Bu gözəl kəndinin ilk növbədə şairlərini tanıtdırmaq istəyirəm. Yəni təkcə Şəkər Aslan, Allah rəhmət eləsin, ondan ibarət deyil. Eltiba Salehi var bunun, Süleymanı var bunun, Samayası var bunun, Eldar İlqaroğlu var, başqa Süleyman Hüseynov var. Bəli, Süleymanı deyirəm zəhlədə. Neçə kitab müəllifidir, bəli, Sumqayıtda gələ bilməyib. Amma öz salamlarını göndərir. Ramiz Babada onun, bəli, bizim kəndimizin görkəmli oğlu. Bizim şəhidlərimiz var. Bu da şəhid, deməli, şəhidlərin ruhu şad olsun. Onun həyat yoldaşı var, burada xahiş edirəm, durun. Bir də, budur. Allah rəhmət. Sonra Rafail müəllim burada iştirak edir. Kəndimizin fəxri Azərbaycan Dövlət Üniversitesi Lənkəran hörmətinin müəllimi və sair çoxdur. Bunlar bu kənd zəhmətlə deməli dünyaya göz açıb. Belə onun Güləli qızı Güləli və onun deməli Aya xanım, onların alın təri ilə suvarılıb bu torpaq. Və mən çox danışmaq istəmirəm. Burada bizim hörmətli deməli şair dostlarımız da çıxış edirlər. Azərbaycan yazıçı, Azərbaycan deməli Jurnalistlər Birliyinin deməli Lənkəran təşkilatının sədri Şəfaət müəllim, bizim gözəl yazarlarımız da burada əyləşiblər. Mən hamısını salamlayıram, xoş gəlmisiniz deyirəm. Və mən fürsətdən istifadə edib, hələ demədiyim çox şeylər var. Çox sevinirəm ki, 512 səhifədən ibarət kitabıma deməli Güləli qızının da, Samaya Güləli qızının da şeirini salmışam, şəklini vermişəm. 512 səhifədən ibarətdir, bax Güləli qızı. Və görürsünüz, onun heç xəbəri yoxdur bu kitabdan. Və burada mən indi onun şeirindən bir dənə nümunə gətirim sizin üçün oxuyum. Yəni axtarış eləmişəm, tapmışam, yazmışam. Nənəmin təndiridir də deyəsən. Bəli, anamın təndirini oxumusunuz orada, o deməli bizim Yazıçılar Birliyində bəyəniblər də, onu bilirəm.